Əsasən əhalinin gənc təbəqəsində rast gəlinən revmatizm sistem xəstəliyi olub, ürək-qan dövranının zədələnməsi ilə xarakterizə olunur. Zamanında müalicə olunmazsa, daha böyük fəsadlarla nəticələnə bilər. Həkim revmatoloq Əbdülşahverdiyevin sözlərinə görə, cənub bölgəsinin nəm, rütubətli iqlimə malik olduğundan, burada revmatizmdən əziyyət çəkənlərin sayı digər bölgələrlə müqayisədə daha çoxdur. Bizim rayonda yəni 300 nəfərə qədər revmatizmli xəstə var. Onun 300 nəfərdən hər halda çoxdur, şahidi olanlar bunlardır. Elə adamlar var, xəstəliyi keçirir, amma əhəmiyyət vermir. Xəstəliklə gəzir. Amma şahidi olanlarımız 320 nəfərdir. Həkim bildirdi ki, xəstəlik adətən ilin soyuq vaxtlarında başlayır. Daha çox 7-15 yaş arasında olan insanlarda yaranan revmatizm yalnız oynaq ağrıları ilə müşahidə olunarsa, quru isti şəraitdə aparılan yüngül müalicə nəticəsində keçib gedir. Amma artıq ürəyə sirayət edərsə, nəticəsi çox ağır ola bilər. Xəstəliyi müalicə eləməkdənsə, onun profilaktikani gözləmək, onu deməli həyat keçirmək daha asan başa gəlir, daha rahat olur. Erkən olsa daha yaxşı olur, daha rahat olur. Ona görə də xəstəlikdən sonra ən azı bu 5 il əgərləri revmatizm ürəyə hücum etməyibsə, oynaq formasındadırsa, bu 5 il dispanser müşahidəsində qeydiyyatda qalmalıdır. Bu da ki, yaz və payız aylarında mövsümi müalicə qəbul edilməlidir. Xəstəxanalarda və ambulatoriyalarda xəstələrlə tez-tez maarifləndirmə işlərinin aparıldığını bildirən həkim, onu da qeyd etdi ki, revmatizmdən əziyyət çəkənlər duzlu, yağlı qidalardan və soyuq içkilərdən az istifadə etməlidirlər. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Tunzalə Quliyeva, Rüstəm Məmmədov, Hüseynağa Axundov, Xəbər xətti.